Aziz soydaşlar, biz hem dünya Azərbaycanlılarının həmrəylik gününü qeyd edirik, eyni zamanda təqvim dəyişir, yeni il gəlir, 2026-cı il gəlir. 2025-ci ildə millətimiz üçün, dövlətimiz üçün uğurlu oldu, nəticələr oldu ortada. Daxili siyasətdə, xarici siyasətdə nəticələrimiz oldu, təzyiqlər oldu, amma bütövlükdə uğurlu oldu. Sürədə hər sahədə uğurlarımız oldu. Sürədə işğaldan azad olmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirildi. İnsanlarımız böyük həvəslə öz yurtlarına qayıdırlar, öz vətənlərinə qayıdırlar, yaşadıkları, çıxarıldıqları zollayan yerlərə qayıdırlar. Hər kəs bir-birinə göz aydınlığı verir. Gözəl hadisələr getdi. Eyni zamanda yeni ildən də gözəl arzularımız var, istəklərimiz var ki, yeni ildə daha çox uğurlara imza ataq. Böyük işlər gözləyir hər birimizi. Partiya olaraq, Azad Vətən Partiyası olaraq bizim ümidlərimiz var yeni ildə nəticələr əldə eləmək üçün. Bunlar hamısı vacib məsələlərdir. Həmrəylik günü də həmişə dedik, böyük tarixə malik olan bir gündür. Ehtiyacımız olan həmişə bir gündür. Həmişə həmrəy olaq bu arzularla biz bu yeni ilin bu ilk anlarında, ilk ərəfəsində sizə müraciət edirik. Uğurlu olsun hər biriniz üçün, xeyirli olsun hər biriniz üçün. Və təbrik edirik sizi. Və sözlərimi mən belə bitirmək istəyirəm ki, biz fəxr edirik ki, Azərbaycanlıyıq. Düşmən bilməlidir, hər an bilməlidir, düşmən bilməlidir ki, əgər başqa fikrə düşərsə, dəmir yumruq həmişə onun başının üstündə hazırdır. Sən bizimsən, durduqca bədəndə can, yaşa, 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 yaşa. Ey şanlı Azərbaycan! Millət yoludur, hak yoludur tuttuğumuz yol. Ey hak yaşa, ey sevgili millət yaşa, var ol. Bu sözlərlə mən istəyirəm ki, çıxışımı yekunlaşdırıram. Bu sözlər bizim hər birimizin ürəyindən gələn sözlərdir, amalımızı əks edən sözlərdir. Dünya Azərbaycanlıları həmrəylik günü, yeni il münasibəti ilə əziz həmvətənlər, hər birinizi təbrik edirəm. Yeni il dövlətimiz üçün, millətimiz üçün, hər biriniz üçün uğurlu olsun.